Salam əziz izləyicilər. Nəhayət ki, çox bir aradan sonra geri döndüm və sizlərlə paylaşmaq istədiyim maraqlı bir misalım var. Kvadrat köklərə aid. Bu bərabərliyi həll etmək üçün orta məxrəcə gəlsək çox ağır gedər. Yəni bu çox uzun həll olunar. Biz bunu sadə yolla həll eləyək. Sürətə y əlavə eləyib çıxaq. Hər bir kəsri ayrı-ayrıda sadələşdirək. Sürətdə indi mənfini çıxarsam y-2 olar. Məxrəci olduğu kimi saxlayıram. İndi sürətdə biz müxtəsər vurma üstünü tətbiq eləsək, yəni bunun kök altında y kvadrat, bunun da kök altında y-2-nin kvadratı kimi yazsam, a kvadrat çıx b kvadrat üstünə görə a kvadrat çıx b kvadrat üstünü yada salaq. A çıxılsın b, a üstə gəlsin b. Deməli, kök altında y çıxılsın kök altında y-2, kök altında y plus kök altında y-2. Məxrəc olduğu kimi saxlayırıq. İndi sürət və məxrəcdə baxın, ixtisarımız var. Bunu ixtisar elədi, qalır kök altında y minus kök altında y-2. Deməli, birinci kəsrin cavabını aldıq. İndi ikinci kəsri sadələşdirək. İkinci kəsrin də sürətində məxrəcə yazaq. Kök altında y-2 üstə gəl kök altında y-4. Deməli, yenə y əlavə edib çıxıram. Müsbət 2 almaq üçün -2 plus 4 yazaram. Burada birinci ilə üçüncünü götürək. y-2. Sonra ikinci ilə isə dördüncünü götürək. Və mənfini çıxardaq. y-4. Kök altında y-2 üstə gəl kök altında y-4. Yine bunu yaza bilərik. Kök altında y-2'nin kvadratı çıxılsın kök altında y-4'ün kvadratı. Məxrəc olduğu kimi qalır. Sürətə yenə a kvadrat çıx b kvadrat üstünü tətbiq eləsək, kök altında y-2 çıxılsın kök altında y-4. Kök altında y-2 üstə gəl kök altında y-4. Məxrəci olduğu kimi qalır. Yenə burada baxın, ixtisar eləyirik. Qalır bizdə kök altında y-2 minus kök altında y-4. Birinci və ikinci kəsirləri sadələşdirdik. İndi həmin cavabları yerinə yazaq. Birinci kəsrin cavabı kök altında y minus kök altında y-2. İkinci kəsrin cavabı kök altında y minus 2 çıxılsın kök altında y-4 bərabərdir. Sağ tərəfi olduğu kimi yazıram. Və burada artıq əlavələri silək. Və indi baxaq, sol tərəfə islah olur. Baxın, bunlar gedir. Qalır kök altında y minus kök altında y-4 bərabərdir kök altında y plus 1 kök altında y plus kök altında y-4 və bunun məxrəcinə 1 yazaq və çarpaz vursaq kök altında y minus kök altında y-4 vurulsun kök altında y plus kök altında y-4 bərabərdir kök altında y plus 1'e.
Çarpaz vurduq. Baxın, çarpaz vurduq belə. İndi yenə a kvadrat çıx b kvadrat üstünü tətbiq eləsəm, baxın bu bizdə a, buna b desək, başqa rənglə yazım. Bu bizdə a, bu da b-dirsə, a çıx b, a üstə gəl b-yə görə a kvadrat çıx b kvadrat. Yığaq bunu. Kök altında y-in kvadratı çıxılsın kök altında y minus 4-ün kvadratı bərabərdir kök altında y plus 1. Bu kvadratla kök gedir. Burada biz təyin oblastlarını yazaq. Birinci y sıfırdan böyük bərabər. Sonra y 2-dən böyük bərabər. Bir də y 4-dən böyük bərabərdir. Və y mənfi 1-dən böyük bərabər. Bunların hamısının kesişməsi 4-dən böyüklərdədir təyin oblastı. Yəni y burada müsbət ədəddir. Deməli, kvadratla kökü atsaq y. Bu da 4-dən böyüklərdə bu müsbət olacaq. Yəni y minus 4 bərabərdir kök altında y plus 1-ə. Bu açılışdan y-lər gedəcək. Qalır 4 bərabərdir kök altında y plus 1. Hər tərəfi kvadrata yüksəlsəm 4-ün kvadratı bərabərdir y plus 1-ə. Y də bərabərdir 16 çıxılsın 1, yəni 15. Deməli, y-in cavabı 15-dir. Qulaq asdığınıza görə təşəkkür edirəm. Onlayn dərslərə qoşulmaq istəyirsinizsə, nömrəmi qeyd eləyəcəm. Çox sağ olun.